Salam, əziz dinləyicilər, hər vaxtınız xeyir olsun. Bugün 27 martdır. Mart ayının son həftəsində göy üzü bizə həm təmkinli olmağı, həm də fürsətləri cəsarətlə dəyərləndirməyi pıçıldayır. Görək, bugün bürcləri hansı sürprizlər gözləyir? Hazırsınızsa, başlayaq. Qoç, salam, əziz qoçlar. Bugün 27 martda sosial həyatınızda parlaq bir dövr yaşayırsınız. Yeni ideyalarınızı geniş kütlələrə çatdırmaq üçün əla şansınız var. Dostlarınızla keçirəcəyiniz vaxt sizə həm ilham, həm də gələcək layihələr üçün dəstək verəcək. İş yerində isə bəzi texniki ləngimələr ola bilər, amma sizin sürətli zəkanız bu problemləri anında həll edəcək. Sevgidə isə ortaq dost məclislərində yeni bir tanışlıq ehtimalı var, enerjinizi boşa xərcləməyin, fokuslandığınız hər işdə uğur qazanacaqsınız. Günün sonunda özünüzlə qürur duymaq üçün çox səbəbiniz olacaq. Buğa, xoş gördük, əziz buğalar. Bugün 27 martda diqqətiniz tamamilə karyera və uzun müddətli hədəflərinizdədir. Rəhbərliklə olan danışıqlarda öz dəyərinizi sübut etmək üçün mükəmməl vaxtdır. Maddi məsələlərdə biraz daha iddialı ola bilərsiniz, zəhmətinizin qarşılığını tələb etməkdən çəkinməyin. Şəxsi həyatınızda isə biraz daha şəffaf olmağınız tövsiyə olunur. Partnyorunuzun sizin dəstəyinizə ehtiyacı ola bilər. Sağlamlıq baxımından ayaq nahiyəsindəki gərginliyə diqqət yetirin, axşam saatlarında dincəlməyə mütləq vaxt ayırın. Uğur pilləkənlərini inamla dırmaşırsınız. Əkizlər, salam, uzaq görən əkizlər. Bugün 27 mart sizin üçün intellektual bir intibah günüdür. Yeni bir təlimə başlamaq, xarici əlaqələri gücləndirmək və ya hüquqi məsələləri həll etmək üçün ulduzlar sizi dəstəkləyir. Səyahət planlarınız varsa, bugün bəzi detallar dəqiqləşə bilər. İş həyatında vizyonunuz sayəsində hamıdan bir addım öndə olacaqsınız. Sevgidə isə fərqli mədəniyyətdən və ya fərqli düşüncə tərzinə malik biri diqqətinizi çəkə bilər. Həyata nikbin baxın, çünki bugün kainatın enerjisi sizin xəyallarınızı reallığa çevirməyə kömək edir. Xərçəng, əziz xərçənglər, bugün 27 martda maliyyə məsələləri və ortaq büdcə mövzuları gündəmdədir. Borcları nizamlamaq, bank işlərini həll etmək və ya investisiya imkanlarını araşdırmaq üçün məhsuldar bir gündür. İntuisiyanız sizə riskli, amma gəlirli yolları göstərə bilər. İş mühitində bəzi gizli rəqabətlərlə qarşılaşa bilərsiniz, amma sizin təmkininiz onlara ən yaxşı cavab olacaq. Şəxsi münasibətlərdə isə emosional dərinlik axtarırsınız. Sevdiyiniz insanla səmimi bir etiraf aranızdakı buzları tamamilə əridəcək. Öz gücünüzə inanın, siz hər fırtınadan daha güclü çıxırsınız. Şir, salam, cazibədar şirlər. Bugün 27 martda diqqətiniz tamamilə ikili münasibətlərdədir. İstər iş, istərsə də şəxsi həyatda tərəfdaşlıqlar ön plana çıxır. Ortaq məxrəcə gəlmək və qarşı tərəfin fikirlərinə hörmət etmək sizə böyük qazanc gətirəcək. Əgər subaysınızsa, bugün ciddi bir münasibətin təməli qoyula bilər. İşdə yeni müqavilələr imzalamaq üçün uğurlu zamandır. Lakin xırda detallara diqqət yetirməyi unutmayın. Sosial çevrənizdə isə parlayacaqsınız, hər kəs sizin rəyinizi soruşacaq. Günün enerjisi sizi birləşdirici və uzlaşdırıcı bir rola sövq edir. Qız, xoş gördük, zəhmətkeş qızlar. Bugün 26 martda sağlamlıq və iş rutini sizin əsas mövzunuzdur. İş yerində səmərəliliyinizi artırmaq üçün yeni metodlar tətbiq edə bilərsiniz. Həmkarlarınızla münasibətlərdə yardımsevər tərəfiniz ön plana çıxacaq. Sağlamlıqla bağlı kiçik bir check-up və ya yeni bir qidalanma planı sizə çox yaxşı gələcək. Maddi məsələlərdə plansız xərclərdən qaçmağa çalışın. Sevgidə isə biraz daha romantik olmağa ehtiyacınız var, bəzən məntiqlə yox, ürəklə hərəkət etmək lazımdır. Günü yarımçıq qalmış ev işlərini bitirərək tamamlamaq sizə hüzur verəcək. Tərəzi, salam, yaradıcı tərəzilər. Bugün 27 mart sizin üçün sevinç və ilham günüdür. Özünüzü sənətə, hobbilərinizə və ya sevdiyiniz məşğuliyyətlərə həsr etmək istəyəcəksiniz. Şans oyunlarında və ya riskli yatırımlarda kiçik sürprizlər ola bilər. Sevgidə isə tam bir bahar havası əsir, partnyorunuzla birlikdə unudulmaz anlar yaşaya bilərsiniz. İş həyatında yaradıcılığınız sayəsində fərqlənəcəksiniz, orijinal ideyalarınız rəğbətlə qarşılanacaq.
Övladları olan tərəzilər üçün onlarla vaxt keçirmək ən böyük enerji mənbəyi olacaq. Həyatın dadını çıxarın, çünki bugün xoşbəxtlik sizin haqqınızdır. Əqrəb, əziz əqrəblər, bugün 27 martda eviniz və ailəniz sizin sığınacağınızdır. Evdə dəyişiklik etmək, valideynlərlə vaxt keçirmək və ya köklərinizlə bağlı araşdırmalar aparmaq üçün sakit və hüzurlu bir gündür. İş həyatının gərginliyindən uzaqlaşıb biraz daxili dünyanıza çəkilmək sizə enerji toplayacaq. Maddi məsələlərdə daşınmaz əmlakla bağlı xoş xəbər ala bilərsiniz. Sevgidə isə daha çox güvən və stabillik axtarırsınız. Keçmişdən gələn bəzi xatirələr bugün sizi duyğulandıra bilər, amma unutmayın ki, bugün gələcəyin təməlidir. Evinizdəki hüzur sizin ən böyük gücünüzdür. Oxatan, salam, ünsiyyətcil oxatanlar. Bugün 27 martda sözlərinizlə hər kəsi heyran edəcəksiniz. Yaxın çevrənizlə, qonşularla və ya iş yoldaşlarınızla olan diyaloqlarınızda çox məhsuldar nəticələr əldə edəcəksiniz. Qısa səyahətlər və ya maraqlı bir görüş gününüzə rəng qata bilər. İşdə yeni bir layihənin təqdimatını etmək və ya müqavilə imzalamaq üçün ideal zamandır. Sevgidə isə intellektual uyğunluq ön plandadır, sevdiyiniz insanla eyni mövzularda maraqlanmaq aranızdakı bağı gücləndirəcək. Zehniniz çox aktivdir, ağlınıza gələn kreativ ideyaları həyata keçirməkdən qorxmayın. Oğlaq, xoş gördük, stabil oğlaqlar. Bugün 27 mart sizin üçün maddi və mənəvi dəyərləri nəzərdən keçirmə günüdür. Büdcənizi nizamlamaq və yeni qazanc mənbələri haqqında düşünmək üçün uğurlu bir dövrdür. İş yerindəki əməyinizin maddi qarşılığını almaq sizi motivasiya edəcək. Sevgidə isə daha çox qayğı və diqqət gözləyirsiniz, hisslərinizi açıq şəkildə ifadə etsəniz, tərəf müqabiliniz sizi anlayacaq. Özünüzə olan güvəniniz bugün ən çətin danışıqlarda belə sizə qalib gəlməyə kömək edəcək. Sağlamlığınız üçün boğaz nahiyənizi qoruyun və soyuq içkilərdən uzaq durun. Stabil addımlar sizi zirvəyə aparacaq. Dolça, salam, yenilikçi dolçalar. Bugün 27 martda ulduzlar sizin üçün parlayır. Ay sizin bürcünüzdə hərəkət edərkən özünüzü hər zamankından daha güclü və azad hiss edəcəksiniz. Şəxsi təşəbbüsləriniz, imicinizdə etdiyiniz dəyişikliklər ətrafınızdakılar tərəfindən müsbət qarşılanacaq. İş həyatında liderlik keyfiyyətlərinizi nümayiş etdirmək üçün əla şansınız var, sevgidə isə diqqət mərkəzindəsiniz, cazibəniz heç kimi laqeyd qoymayacaq. Bugün atdığınız hər bir addım gələcəkdə böyük uğurların təməli olacaq. Özünüzə inanın, çünki kainatın enerjisi tamamilə sizin arzularınızın yanındadır. Balıqlar, əziz balıqlar, bugün 27 martda daxili dünyanıza səyahət etmək zamanıdır. Biraz sükut, meditasiya və ya tənhalıq sizə itirdiyiniz enerjini geri qaytaracaq. İş mühitində bəzi qeyri-müəyyənliklər ola bilər, amma siz intuisiyanızla doğru yolu tapacaqsınız. Maddi məsələlərdə xeyriyyəçilik etmək və ya kiməsə kömək əli uzatmaq ruhunuzu saflaşdıracaq. Sevgidə isə biraz sirli və uzaq görünə bilərsiniz, lakin bu, partnyorunuzun marağını daha da artıracaq. Yuxularınız bugün çox mənalı ola bilər, onlara diqqət yetirin. Unutmayın ki, ən böyük kəşflər daxili aləmdə başlayır. Və sonda. Əziz dinləyicilər, 27 martın bürclər proqnozu belə idi. Ümid edirəm ki, ulduzlar bugün yolunuzu sevgi və uğurla aydınladar. Unutmayın, hər bir gün yeni bir başlanğıcdır və ən böyük möcüzə siz özünüzsünüz. Sabah eyni vaxtda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.